ayə nazil edib. Ən-Nisa surəsində 36-cı ayə var. Çox məsləhət görün, bu ayəni diqqətlə oxuyun. Bu ayəyə 10 haqq ayəsi deyirlər. Çox önəmlidir bu. Ayənin sonunda Əuzubillahimineşşeytanirracim, Bismillahirrahmanirrahim. Allah Zülcəlal və İkram nazil edib ki, İnnallaha la yuhibbu men kana muxtalan fakhura. Şübhəsiz ki, Allah özündən razı, özünü övən insanları sevmir. Yəni Allah bunu açıq aydın deyir ki, bu tip insanları Allah-u Teala sevmir. Və sevmədiyi insana Allah-u Teala niyə hidayət versin ki? Bütün elçilərin də salam olsun onlara, dəvət zamanı rastlaşdığı problem də bu olur. Birinci, necə Allah-u Teala Nuh aleyhissalama əmr etdi. Nuh aleyhissalamın qövmün ona verdiyi cavabı, onlar demək ki, oxuyuruq, digər elçilərə də oxşar cavablar verilib. Deməli, Hud surəsinin 27-ci ayəsində Allah nazir edib ki, فَقَالَ الْمَلَاءُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ مَا نَرَاكَ إِلَّا بَشَرًا مِثْلَنَا. İndi davamında oxuyacaq. Bunu onlar demək ki, bütün qövmlər öz elçilərinə bu cürünə cavab verib. Mələun nə deməkdir ərəb dilində? Yüksək təbəqə, aristokratiya deyib. Belə. Allah nazir edir ki, yəni Nuh aleyhissalamın qövmündən inkarçı olanlar, yəni küfür edənlər, inkar edənlər, yüksək təbəqədə olanlar ona nə dedilər? Biz səni özümüz kimi bir bəşər görürük. Yəni bu nədir? Bu odur ki, sən bizdən üstün deyilsənsə, biz niyə görə səndən nəsə qəbul etməliyik? Və davamında nə deyirlər? Mə nərəkə, deməli, və mə nərəkə təbəəkə illəlləzinəhum ərəzilunə bədiyə rə'yə. Və biz görürük ki, sənə tabi olanlar bizim içimizdən rəzil olanlardır. Yəni, zəngin olmayan, nə bilim, vəzifəsi olmayan, titulu olmayan şəxsə sənə tabi olublar. Və bu nədir? Təkəbbürlü insanın səbəbidir ki, haqqı qəbul eləməsin. Əgər mən mələun, yəni yüksək təbəqədənəm, bunlar aşağı təbəqədən səndən haqqı qəbul edirsə, mən onlarla bir sırada olmaq istəmirəm. Əngəl budur. Sonda da nə deyirlər? Ona cavab olaraq deyirlər ki, وَمَا نَارْ لَكُمْ عَلَيْنَ مِنْ فَضْلٍ. Biz sizdə, bizim üzərimizdə heç bir fəzilət görmürük. Özümüzdən sizi fəzilətli görmürük. Bəl نَزُنُّكُمْ kəzibin. Bu da çox önəmlidir. Onlar deyir ki, xeyr, əksinə biz sizi yalancılarda, biz zənn edirik ki, siz yalancısınız. Yəni onlar deyirlər ki, bizim əlimizdə fakt var. Bizim əlimizdə sübut var ki, siz yalancısınız. Yoxdur axı. Nə var, nə var? Nuh aleyhissalama tabi olanlar mələun deyildi, yüksək təbəqə deyildi, aşağı təbəqə idi. Onlar özlərini sıxışdırmadılar, bu haqqı qəbul edə bilmədilər. Sondadır ki, biz zənn edirik. Zənn etmək nədir? Yəni, sübutsuz, dəlilsiz. Biz zənn edirik ki, siz yalancılardansınız. Minəl kəzibin. Fakt yoxdur, sübut yoxdur. Sadəcə olaraq sənə aşağı təbəqə tabi olub, deməli, mən bu haqqı qəbul eləməyəcəm. Və oxşar cavab həm Hud aleyhissalama verildi, həm Salih aleyhissalama verildi, həm Şuayb aleyhissalama verildi. Hamıya oxşar cavab verirlər. Əngəl nədir burada? Təkəbbürlüydür. Mən Nuh aleyhissalam nə istədi onlardan? Dedi ki, mənə də vəzifə verin, ya nə bilim, mənə torpaq verin, mənə villa verin. Sadə bir şeydir ki, bu daşdan düzəltdiyiniz bütlərə ibadət etməyin, sizi, kainatı yaradan Allaha ibadət edin. Qutardı, getdi. Çox sadə bir şeydir. Başqa heç bir şey istəmirdi onlardan. Yeganə əngəl nə durdu? Nuh aleyhissalamın sahabələri, davamçıları onlardan deyil, aşağı bu təbəqə deyil. Nuh surəsində Nuh aleyhissalam özü Allaha buyurdu ki, Qalə Nuhu Rabbi innəhum əsavni vəttəbəu mən ləm yəzidhu məluhu və vələduhu illə xəsara. Nuh aleyhissalam deyir ki, ey Rəbbim, onlar mənə asi oldular, amma kimə tabi oldular? O şəxsə tabi oldular ki, ona nə malı,
nə dövləti, nə övladları ziyandan başqa heç bir şey vermədi. Sadəcə malı dövləti çox idi. Ona görə onlar seçdilər onu. Nuh Aleyhisselam'ı seçmədilər. Bu bütün elçilərdə yaşanan bir problem idi. İbrahim Aleyhisselam Allahu Teala yeganə elçidir ki, Quranda Ən-Nisa surəsində nazil edib ki, "Vattahazallahu İbrahimə xalilə" 125-ci ayənin sonunda. Allah İbrahimi özünə xəlil olaraq seçdi. Başqa heç bir elçi barəsində belə ayə yoxdur. İbrahim Aleyhisselam Babil'in kralı ilə görüşür. İndi bəzi təfsirlərə görə Nəmrud idi, bəzi tarixçilər deyir ki, yox, Nəmrud başqa zamanda yaşayır. Bu önəmlidir, yəni adı Quranda çəkilmir. Ələm tara illəl-ləzi hacə İbrahimə fi Rabbihi ən ətəhullahul mulkə. Mülk, bir də malik. Bunlar ərəb dilində eyni köklü sözlərdir. Yəni malik kimə deyirlər? Padişaha, şaha, krala. Sən İbrahimlə höccətləşən o kəsi gördünmü? Nədə höccətləşir ki? Fi Rabbihi. Rəbbi barəsində. Yəni Allah barəsində. O şəxs kim idi? Allah ona mülk vermişdi. Yəni malik idi. Padişah idi. Yəni özü Babil o zamanın, Vavilon ən inkişaf etmiş ölkələrindən biridir. Bu boydanlı ölkənin başında durmaq hələ belə bir şeydir. Deməli, o insanın bacarığı var. Düzdür, atadan oğula keçir, amma yenə, yəni bacarıqsız insan o boydanlı dövləti idarə edə bilməzdi. Bu insan deməli, ağlı var idi, bacarığı var idi. Və bu insan nə idi? Özündən çox arxan idi, çox təkəbbürlü edirdi. Deməli, İzqalə İbrahimu Rabbiyəlləzi yuhyi və yumit. İbrahim nə dedi ona? Mənim Rəbbim dirildən və öldürəndir. Yəni, İbrahim Aleyhisselam ona başa salır ki, həyatı da verən Allahdır, həyatı alan da Allahdır. Kral ona nə cavab verir? Təkəbbürlüyün ən yüksək, ən zirvəsi. Ənə uhyi və umid. Mənəm dirildən və öldürən. Və təfsirlərdə necə keçir ki, yəni, həbsxanadan 2 nəfəri çıxardır, birini azadlığa buraxır, birini edam edir. Yəni, bunu misal çəkir ki, ənə uhyi və umid. Dirildən də mənim, öldürən də mənim. Hətta uhyi necə tərcümə edilir? Tək dirilmə yox, həyat bəxş edən. Yəni, həyatı da mən bəxş edirəm, ölümü də. Amma İbrahim Aleyhisselam özünü itirmədi. İbrahim Aleyhisselam onu orada elə misal çəkdi ki, orada bir yabır qaldı cəmaatın içində. Deməli, İbrahim Aleyhisselam qalə İbrahimu fə innallaha yəti biş-şəmsi minəl məşriki fəti bihə minəl məğrib. Allahın elçisi İbrahim Aleyhisselam ona deyir ki, Allah günəşi şərqdən çıxardır. Sən demirsən, sən Rəbsən, ilahsan. Qərbdən çıxardı onu. Fəbuhidəlləzi kəfər. Kafir olan o həmən malik, həmən kral orada bir yabır oldu, pərişan oldu. Ayənin sonunda Allah nə deyir? Ayənin sonunda Allah deyir ki, Vallahu lə yəhdil qavmı zalimin. Allah zalim qövmə hidayət verməz. Şans var idi, səni dəvət elədilər. Təkəbbürlüdən deyir ki, yox, mənəm dirildən öldürəm. Ondan böyük zülm var, yoxdur. Yenə təkəbbürlü. Hətta oxusaq siyeri, oxusaq Qasas-ı Nəbiyin deyilir də, elçilərin qissələrini, baxarıq ki, elçilərin çoxu Allahın salamı olsun, çobanlıq edir. Uşaqlıq vaxtı, gənclik vaxtı, çobanlıq idi. Musa Aleyhisselam Qurandan bizi bilirdik. Mədyana köçəndə çobanlıq edirdi. Qoyunlara baxırdı, sürülərə baxırdı. Və həmən o mələun ya məlik olan şəxs necə çobandan haqqı qəbul eləsin? Əngəldir. Mən o boydan dövlət idarə edirəm. Sən mənə gəlib deyirsən ki, mənim dədəm, babam 100 illərcə ibadət etdiyi daşlara ibadət eləmə, Allaha ibadət eləmə. Qoymur, o təkəbbürlü qoymur, təkəbbürlü əngəl olur. Yoxsa İbrahim Aleyhisselam'a Allah Quranda nə deyir? Qulna ya naru kuni bardan və salaman ali İbrahim. Biz dedik ki, od İbrahim üçün sərin və salamat ol. Yəni bu insanlar öz gözlərinə gördülər ki, Allahın elçisi İbrahim Aleyhisselam odun içində yanmadı.
Yəni bu təbiətə zid olan bir şeydir, təbiətə müxalif olan bir şeydir. Bunu Allahdan başqa heç kim edə bilməz. Necə ki, Firavun da gördü ki, sehirbazlar da İslamı qəbul etdilər. Halbuki onlar hamısı nə istəyirdi? Hamısı vəzifə istəyirdi ondan. Hamısı istəyirdi ona yaxın olmağa. İndi Firavuna da toxunacaq. Niyə görə? Açıq aydın sübut gördülər. Yəni sehirləri məhv oldu. Musa Aleyhisselamın yerə atdığı asa onları utdu, məhv elədi. Nə qoymadı? Yəni bundan açıq aydın dəlil ola bilər. Təkəbbürlü əngəl elədi. Təkəbbürlü əngəl oldu. İndi yenə toxunaq Firavuna. Eyni şeydir. Musa Aleyhisselam onun sarayında böyüyüb. İndi bizim də desək ki, onun çörəyindən yiyib. Və orada xəta buraxıb. Oranı tərk edib. Sonra Firavun bilir ki, Musa Aleyhisselam hansı xalqdandır? Onu qulluqçuluq edən xalqın nümayəndəsidir. İsrail oğulları onların qulluqçularıydı, onların kölələri idi. Həmən xalqın nümayəndəsidir. Gəlir onu haqqa dəvət edir. Bu, Misirin başçısı, inkişaf etmiş ölkə. Min illərcə tarixi olan. Nə deyir? وَقَالَ فِرْعَوْنُ يَا اَيُّهَا الْمَلَاءُ Yenə mələun kəliməsi. مَا عَلِمْتُ لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرِي Firavun öz yaxınına, həmən mələun, o yüksək təbəqə dedi ki, ey yüksək təbəqədə olanlar, ey mənim yaxınlarım, özümdən başqa min qeyri, sizin üçün heç bir ilah tanımıram mən. Yəni ilah mənəm. Başqa ayədə Nəziyyat surəsində necə keçir? Deyir ki, فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَى Firavun deyir ki, sizin uca Rəbbiniz mənim. Hər şey gördü də. Musa Aleyhisselam saraya gələndə Allah onu birbaşa möcüzələrlə göndərdi. Musa Aleyhisselamın asası var idi, Musa Aleyhisselamın ağappaq nur saçan əli var idi. Onlara 9 dənə bəla gəldi. Musa Aleyhisselam Allah'a dua eləyən kimi Allah o bəlalardan onları xilas elədi. Hər şey gördü öz gözünə. Amma yenə nə deyir? Mə alimtu lakum min ilahin qeyri. Özümdən başqa sizin üçün heç bir ilah mən tanımıram. Bilmirəm, yoxdur. Məndən əstəğfurullah, ondan başqa ilah yoxdur. Əngəl nədir? Təkəbbürlüydür. Bunlarda qır, qızıl, mal, dövlət, hər bir şey, onlara köləlik eləyən xalqdan biri gəlirdi ki, sənin dədən, baban səhv yolda olub, siz geri yalnız Allah'a ibadət eləyəsiniz, Allah'a şərik qoşmayasınız. Təkəbbürlü əngəl oldu. İlk öncə təkəbbürlüyün ücbatından kafir olan iblisdələr. وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ Biz mələklərə dedik, Adəm üçün səcdə edin, onlar hamı etdi, iblisdən başqa. İblis nə elədi birinci? İnkar etdi, sonra nə elədi? Təkəbbürlü elədi və oldu kafirlərdən. Və aleykum salam və rahmetullahi və bərəkətuhu. Hətta Allah-u Teala'nın sualına necə cavab verir? Deyir ki, qalə ənə xeyrun minhu xələqtəni minən nəri və xələqtəhu minət tin. Mən ondan, yəni Adəm əleyhissalamdan daha xeyrliyəm. Sən məni otdan yaradınsan, onu palçıqdan. Yəni ona görə fərqli materiyadır, fərqli substansiyadır. Ot palçıqdan daha üstündür. Deməli, mən ondan üstünüm. Nəyə görə mən onun üçün səcdə etməliyəm? Həm qiyas edir, yəni müqayisə edir. Həm təkəbbürlüdən qəbul etmir bunu. Belə deyədə, iblis iblisliyinə Allahın varlığını heç yerdə inkar eləmir. Allahın xaliq olduğunu da inkar eləmir. Açıq aydın deyir ki, xələqtəni minən-nər. Sən məni otdan yaradınsan. Və xələqtəhu minət-tin. Onu palçıqdan yaradınsan, yəni Adəm əleyhissalam. Yəni, indi bəzi insanlar təkəbbürlükdə o səviyyəyə çatıblar ki, hətta bunu da inkar edirlər. İblis bunu inkar etməmişdi. İblis deyir ki, məni Allah yaradım, Sadəcə ki, mən özümü Adəmdən üstün sayıram. Amma indi bəzi insanlar iblisdən də o tərəfə keçirlər. Deyir, yox, biz Allah yaradmayıq. Bizi yaradan yoxdur.
Heç iblis bunu deməmişdi. İblisin küfrü o səviyyəyə çıxmamışdı. Deməli, bu insanların təkəbbürlüyü ondan da daha yüksəkdir. O hiç olmasa xaliqini inkar eləmirdi, yaradıcını inkar eləmirdi. Hətta onu ibadət etməyi belə inkar eləmirdi. Ona görə, qardaşlar, təkəbbürlüyü qəlbdə olanda istəyir insan dindar olsun, dinsiz olsun. İstəyir müsəlman olsun, istəyir başqa dinlərdən olsun. Müsəlman insan da belə. Tutalım ki, bir fikirdədir. İllər boyu bir fikir formalaşıb insanda. Tutalım ki, ondan yaşlı kiçik, ya nə bilim, ondan diplomu az olan, ya nə bilim, görkəmində ondan daha pis olan bir insan getirib ona haqqı, subutu, dəlili qabağını qoyanda iblis gəlir, şeytan gəlir vəsvəsə verir, onda təkəbbürlü yaranır, o istəmir onu qəbul etməyə. Çünki onu qəbul etsə, o nə yeməyə məcburdur? Məcburdur demək ki, mən indiyənə qədər səhv idim. Halbuki Allahın gözəl isimlərindən biri də Ət-Tavvab, tövbələri qəbul edən. Nə problem var? Səhv idim, tövbə edirsən. Musa aleyhissalam tövbə edib, Davud aleyhissalam. Yəni zaten elçilər hamısı tövbə edib. Yəni buraxdığı xətalara görə tövbə ediblər. Allah o duaları bizə Quranda öyrədib. Onlar necə tövbə ediblər, hansı sözlərlə Allaha müraciət ediblər. Allah bizə bir dua şəklində öyrədib bunları. Təkəbbürlü əngəldir, qoymur. 1400 il keçib Muhammed aleyhissalatu vesselam vəfatından sonra, hətta daha da çox. Çətindir, bəzi məsələlərin axıra qədər araşdırmaq, həqiqəti tapmaq çətindir. Var bu. Ola bilsin, bugün bizdə də bir yanlış fikir formalaşsın. Ola bilər, Allah qorusun. Allahın əl-haq qisminə Allaha dua edib yalvaram ki, Allah haqqı haqq olaraq bizə göstərsin. Amma ola bilər bu. Sabah bizdən, nə bilim, yaşda kiçik olan, ya nə bilim, bizdən savadı az olan, girib bizə subut dəlil göstərsə, biz əgər həqiqətən səmimi müsəlmanlar, iblis isə Allaha nə deyir? Deyir ki, لَاُغْوِيَنَّهُمْ عَجْمَعِينَ Hətta and içir, deyir ki, فَبِإِزَّتِكَ Deyir, sənin izzətivə Allaha deyir. Sən izzətivə and olsun, mən onların hamısını saptıracam. İllə ibadəkə minhumul muxləsin Yalnız onların içindən sən ixlaslı qullarını istisnadır. Yəni, ixlaslı qullara heç nə, hətta Ən-Nisa surəsində Allah nə deyir? İnnə keydə şeytanı kənə daifə Həqiqətən şeytanın hilələri zəifdir. Amma kimə qarşı zəifdir? İxlaslılara qarşı zəifdir. Bizdə də olur, bütün səhv yanlış fikir formalaşsın. Kimsə dəlil, subut getirsə, qardaş, biz əksinə o insana demək ki, qardaş, Allah səndən razı olsun. Allah səni qorusun, Allah səni var etsin. Nə yaxşı sən bizim gözümüzü açdın. Amma həmən moment bu ağır olacaq. Həmən moment insanın nəfsi də təsir edəcək, necə Yusuf surəsində keçir. وَمَا أُبَرِّئُ نَفْسِ إِنَّ نَفْسَ لَأَمَّرَةٌ بِالسُّوءِ Mən nəfsimi təmizə çıxarmam. Nəfs yalnız pisliyi əmr edir. Həmən moment şeytan da vəsvəsə verəcək, nəfsə vəsvəsə. Ayıqı fırlad, belə deyib, hələ deyib, nə bilim, deyilən başqa vaxt söhbət eləyərik. Amma əgər həqiqətən ixlaslıysa, bizdə reaksiya başqa cür olmalıdır. Ona görə insanlar tələsir, bəzi vaxtı deyir ki, filan kəsə nə qədər başa saldım mən, heç nə anlamadı. Bəlkə anladı. Musa aleyhissalam neçə dəfə Firavunun sarayına getdi. Firavun dayıları, bütün Misir xalqı dayıları gördü. Bir gün içində bütün su qan oldu. İçməli su yox idi. Yəni, bu, mənə baxanda anormal bir şeydir, təbiətdə olmayan bir şeydir bu. Şirin su necə qan olur bilər? Tam fərqli şeylərdir. Firavun özü Musa aleyhissalamdan istəyir. Özü. Deyir, Rəbbimə dua elə. Rəbbin bizə su qaytarsa, mən İsrail oğulları bıraxacam səninlə. Quranda keçirdi, Qasas surəsi, Taha surəsi. Musa aleyhissalam dua edir. Firavun neyinir? Sözün üstündə durur, durmur. Niyə görə təkəbbürlü imkan vermir? Necə yanır? Mən birincidən dedim ki, bıraxmayacam, indi xeyr olur, bıraxmalıyım. Ona görə bir insana bir dəfə başa saldım, iki dəfə başa düşmədi. O demək deyir ki, yəni, biz doğru çatdıra bilmirik. Onu bir insan təkəbbürlüdür. Nuh aleyhissalam Allah'a nə deyir ki, Qala inni da'avtu qavmi leylə və nəhara
Bir mən öz qövmümü gecə də gündüz də dəvət elədim. Yəni İslam'a, tövhidə, tək Allahlığa. Ankabut surəsində də görə 950 il. Gecə gündüz 950 il. Nəticəsi nə oldu? Bir dənə gəmi. O boyda millətin içindən 950 il ərzində tövhidi, İslamı, Nuh Aleyhisselam'dan qəbul edən insanlar bir dənə gəmi. Hələ onlardan əlavə orada heyvanlar vardı, nələr var idi. Birincisi, dəvət çox səbir tələb edir. İkincisi, mən yenə edirəm, təkəbbürlü əngəldir. İstəyir dinsiz insan olsun, istəyir dindar insan olsun. Həqiqəti, haqqı qəbul eləmək əngəldir. İndi təəssüflər olsun ki, İslam dini parçalanıb, fərqli firqələr var, fərqli məzhəblər var. Belə bəzi vaxtı gizlin düşmənçilik edirlər bir-birinə qarşı, bəzi vaxtı açıq düşmənçilik edirlər bir-birinə qarşı. Hər bir məzhəbdə haqq var. Hələ məzhəb yoxdur ki, sırf batılın üzərində qurulub. Yoxdur. Hansı məzhəbə baxsaq, bəlkə hansı tanımadığımız bir məzhəb var, amma belə ən geniş yayılmış tanıdığımız məzhəbdə hamısının təməlində haqq var. Hansı başqa bir məzhəb gəlib onun səhvini ona göstərəndə, bəzi vaxtı onun öz kitabları ilə də təkəbbürlü imkan vermir, qəbul eləmir. Minlərcə debatlar olub, minlərcə rəddiyələr yazılıb, çəkilib, ses qeydləri var, video çəkilişlər var. Axırda görür ki, nəticə yoxdur. İndiyənə qədər birlik yoxdur. İnnə həzihi ümmətukum ümmətən vahidətən və ənə rabbukum fə'budun. Həqiqətən sizin bu ümmətiniz tek bir ümmətdir. Allah Quranda buyurur bunu. Hac surəsində. Mən sizin Rəbbinizəm, yalnız mənə ibadət edin. Ümmətən vahidətən. Tek ümmət, amma yoxdur axı, faktikçə yoxdur belə bir şey. Allahın əmridir bu. Tek ümmət olmaq. Burada da təkəbbürlü əngəldir. Qoymayacaq, təkəbbürlü imkan verməyəcək. İblisin etdiyi xətadan tutmuş indiki zamana qədər əsas problem budur. Bu təkəbbürlü oldu. Nə bərəkət olacaq, nə birlik olacaq, heç bir şey olmayacaq. Bir də ola bilsin hansısa insan səhv buraxır, dini baxımdan. Ola bilsin hansısa bir insanın dəvətində də səhv var, yanlış var. Bir dənə səhvi var. Amma 99 məsələdə doğrudur. Yəni o doğru olan məsələlərdə niyə görə qəbul etməyək ondan? Ola bilsin bir insan ümmətə böyük bir fayda verir. Cəmiyyətə böyük bir fayda verir. Tək İslam ümmətinə yox. Yəni İslam dinində yetimin haqqı var, İslam dinində valideynlərin haqqı var, İslam dinində böyüklərə hörmət, kişilərə mərhəmət var, hər bir şey var. Ola bilsin insan İslam ümmətinə, bütün cəmiyyətə fayda verir, amma bir dənə düşüncəsi ola bilsin ki, yanlış, ola bilsin. Bu insanın da artıq tapılır, bu da bir təkəbbürlüydür. Yalnız gecə gündüz onun yanlışı barəsində danışaq, amma onun o boyda verdiği faydalar, o boyda xeyir işləri, onu hələ bir ki biz görmür. O da təkəbbürlüyün bir növüdür. Allah-u Teala'ya dua edirəm, Allahın gözəl isimlərindən biridir, Əl-Mütəkəbbir. Allah'a dua edirəm, Allahın Əl-Həfiz ismindən, Allah bizi qorusun bu günahdan. Allahın Əl-Haqq ismindən dua edib yalvarım ki, Allah bizə haqqı haqq olaraq göstərsin, haqq üzərində də bizi sabit eləsin. Allahın Əş-Şəfi ismindən Allah'a dua edib yalvarım.